Salam hörmətli dostlar, hər birinizi xoş gördük. Bugünkü dərsimizdə biz növbəti, yəni mövzu olan ekonometrikada növbəti mövzu olan çox faktorlu, yəni ki, çox ölçülü xətti reqressiya modeli haqqında danışacağıq. Çox ölçülü xətti reqressiya modelinin intuisiyası, belə deyək də, onun mənası, yəni məğzi nədən ibarətdir? Buna qədər keçdiyimiz sadə xətti reqressiya modelində bizdə yalnız bir təsadüfi dəyişən olaraq, yəni götürdüyümüz bir x dəyişəni, bu izah edici dəyişən kimi, faktor kimi nəzərə alınırdı və bir də y dəyişəni vardı, hansı ki bu bizdə bir şəkildə deməli asıl dəyişən kimi idi. Biz əsas dəyişən olan x dəyişəni vasitəsilə asıl dəyişəni nə edirdik? Proqnozlaşdırmağa çalışırdıq. Təqribən bizim modelimiz görsənmə forması, yəni mən indi onu göstərməyə çalışacağım. Görsənmə forması formada idi. Bir dəqiqə mən buradan göstərməyə çalışacağım. Tamam, böyüdü. Bizim xətti reqressiya modelində, sadə xətti reqressiya modelində bizdə bu formada bir x dəyişəni olur, x dəyişəni. Bu x dəyişəni deməli müəyyən bir funksiya daxilində, fx belə deyək də, bir funksiya daxilində müəyyən bir dəyişikliyə uğrayandan sonra ondan yaranan nə olur? Y dəyişəni olur. Bu y dəyişəni və y dəyişənə görə x dəyişəninin belə bir ki, funksiyası bizdə necə adlanırdı? Y bərabərdir, yəni i saydı y bərabərdir. Beta 0 üstə gəlsin, beta 1 vurulsun x üstə gəlsin error. Ki bunlar haqqında danışmışdıq biz. Y yəni bizdə belə deyək asıl dəyişən, x bizdə əsas dəyişəndir. Beta 0 və beta 1 koefisientləri bəlli idi. Bunların biri yəni beta 0 koefisiyenti, yəni x-in 0 qiyməti, betanın aldığı qiyməti, yəni ki, məsələn, burada x 0 qiyməti olarsa, ki, məsələn, bu formada x-in aldığı qiymət, gəlin mən bunu belə bu formada deyirəm, y-in alacağı qiymət, x-in qiyməti 0 olacaq. Y bizdə nəyə bərabər olacaq? Y bərabər olacaq beta 0 üstə gəlsin error, yəni bu error hissə. Error hissə nədirsə, yəni o olacaq. Və error təsadüfi, yəni belə deyək də, xətalardır və biz onu bir şəkildə təsvir də etmişdik. Lakin indi yəni belə düşünsək də ki, məsələn bizim əlimizdə yalnız x dəyişəni yoxdur, yəni x-dən başqa yenə dəyişən var. Onda olması, yəni o nə formada olacaq? Onun yazılış forması, yəni belə deyək də, qrafiki forması bu formadadır. Yəni mən bunu bu formada çəkməyə çalışım. Deyək ki, məsələn bizdə x dəyişəni var, x1 dəyişəni var burada. Sonra x2 dəyişəni var və n sayda x dəyişənləri var bizdə. K sayda, k sayda x-lər var. Və bizim bir də, yəni dediyimiz kimi funksiyamız var. Baxın, belə bir funksiyamız var. Bu elə bir ki, funksiya qutusudur. Bu formada düşünək. Və əlbəttə ki, yəni x-in deməli birinci x-in bura daxil olması, sonra ikinci x-in bura daxil olması, sonra n sayda x-lərin daxil olması və sonuncu x-in bura daxil olması. Bizdə nə yaranır? F-dən, yəni funksiya yaranır x1, x2, bu formada xk qədər, yəni dəyişənləri daxil edirik və buradan çıxan nəticə nə olur? Yəni y dəyişən olur, nəticə bu olur. Və əlbəttə ki, burada bir də nə var bizdə? Bu formada belə götürək də error hissəsi var, error I, yəni bunlardan qalan errorlar var. Və bu sistem, yəni bu formada, yəni yazılış formasını aldığımız funksiya necə olacaq? Yəni biz bunu funksiyonal şəkildə yazsaq, bu formada yazacaq. Yəni y bərabərdir beta 0 üstə gəlsin beta 1 vurulsun x1 üstə gəlsin beta 2, bunu biraz yaxşı yazmadım, beta 2 vurulsun x2 üstə gəlsin bu formada n qədər, yəni k qədər, yəni olur dəyişən beta k vurulsun xk, yəni k sayda faktor üstə gəlsin, bunların hamısının errorlarıdır. Əlbəttə ki, bu hissədə, baxın, bu error hissəsi bizim əsas, belə deyək də, qiymətləndirməmiz daha çox bunun üzərindən gedir, əlbəttə ki. Yəni, bunun, deməli, biz keçən dərslərimizdə keçdiyimiz Gauss-Markov şərtləri vardı, hansı ki,
xəttilik prinsipi, normallıq prinsipi, yəni errorların x-dən bir müstəqilliyi prinsipi var, yəni bir-birindən müstəqil olması. Həmçinin də onların aralarında, yəni müstəqil olması, onların arası kovaryasiya sıfıra bərabər olması. Həmçinin də bizim həmin o errorların variansların, yəni sabit varianslı olması. Yəni biz bunu test eləmişdik. Əlbəttə ki, başqa şərtlər də var. Əsas şərtlər burada bu 4 əsas şərtdir. Bu şərtləri biz nəzərə alırıq həmişə. Bu yazılış forması ilə, yəni biz bunu, yəni belə deyək də daha da, yəni qısaldası olsaq, beta i, yəni qısaldası olsaq, daha sonra y bərabərdir. Beta 0 üstə gəlsin, cəm işarəsi, yəni bu formada cəm işarəsi i bərabərdir. Daha doğrusu 1-dən n-ə qədər, yəni bu formada belə deyək, 1-dən k-ya qədər belə deyək də bu formada yaza bilərik. Beta i vurulsun x i, yəni i sayda üstə gəlsin error hissəsi, error i. Yəni standart yazılış forması, yəni yuxarıdakının standart yazılış forması bu formadır. Əlbəttə ki, bizim bunu gördüyümüz bu hissə yalnızca, yəni bizim bu gördüyümüz bu hissə demək deyil. Yəni biz bunu açası olsaq nə baş verəcək burada? Yəni yuxarıdakı funksiyanı görürsünüz. Bunu götürsək, gəlin mən bunu bu formada götürməyə çalışım. Bir dəqiqə götürə bilmədim. Tamam, götürdüm. Səhv etmirəmsə. Daşıya bilmədim. Okey. Tamam. Hər şeyi götürək biraz. Bunu biraz aşağı verək. Tamam, bunu silə də bilərik. Yuxarıdakı hissəni biz götürsək, tamam, belə götürəkdir. Yuxarıdakı hissəni götürsək, deməli, tak. Belə. Aşağıya doğru bunu çəkəsi olsaq, biraz bunu aşağıya doğru çəkib, yəni burada bu funksiyanı yazmaq istəyirəm. Tak. Tak. Tamam. Biraz bunu yuxarıya çəkək. Bu hissəni aşağıda yazmalı olsaq necə yazacağıq bunu? Deməli, bizim burada, yəni belə deyək də, y vektorumuz var. Əlbəttə ki, y1, y2, yəni k sayda burada, n sayda burada y-lərimiz olacaq. Bu bizim bir vektordur, əlbəttə ki, bərabərdir. Beta 0 bizdə interceptdir və bunu biz bir vektoruna vurmaqla, yəni biz bunu müəyyən bir deməli, vektor halına salırıq. Üstə gəlsin. Artıq burada beta ilər hansılardır? Beta 1, baxın, beta 1, sonra beta 2, bu formada, yəni beta k qədər, yəni belə deyək ki, götürsə, bu bir vektoru götürürük, nəyə vururuq? Ümumiyyətlə, x vektorlarına. Bunu biraz belə yaxşı çəkə bilmədim. Deməli, burada nə olacaq? Deməli, x1, x1, tam belə deyək də, x11, x21 bu formada götürə bilərsiniz. x31 bu formada gedəcək belə, yəni birinci sütun üzrə, yəni götürdüyümüz informasiyadır. Yəni x3 belə deyək də, k götürə bilərik bunu. Sonra ikinci olacaq burada, yəni daha sonra x12, x22 bu formada, yəni və bu formada da gedəcək, bu formada da gedəcək, yəni bu formada götürsə, bu bir nə olacaq? Bir matris olacaq və üstə gəlsin, əlbəttə ki, bizim errorumuzdur. Error 1, error 2, bu formada bütün errorlar burada olacaq. Yəni bu formada, yəni əslində qanda yuxarıdakı bu formulun, yəni biraz mən bunu balacalaşdırmağa çalışacağım. Yuxarıdakı bizim bu formulun, yəni düzənli yazılış forması, yəni bu formadadır, yəni aşağıdakı gördüyünüz formadadır. Və əlbəttə ki, yəni burada bunu biz birləşdirəsi olsaq, yəni artıq beta 0-ı da bura gətirməli olacaq. Beta 0-ı bura gətirəndən sonra artıq bu bir vektoru da bura gəlir. Yəni bu vektorun içində olur və daha sonra matrisin içində olur. Bu matrisin yəni beta vektoruna vurulması ilə alınan, yəni bizim vektor y vektorudur. Gəlin bunu yenə geri qaytaram bu hissəyə. Okay. İndi deməli, buradan da yəni biz baxsaq nəzəri hissədən, bayaq dediyim kimi, yəni çoxölçülü reqressiya modelinin yazılış forması bu formadadır. Yazılış forması bu formadadır.
Okey, yəni beta 0 üstə gəlsin beta 1 vurulsun x1, üstə gəlsin beta 2 vurulsun x2, üstə gəlsin və n sayda, yəni belə k sayda beta k vurulsun xk bu formada, xk i qədər formada götürə bilirik. Lakin yəni 2 və daha artı, yəni bir ki, məsələn 2 dənə, yəni məsələn bizim dəyişənimiz varsa, onun belə deyək də, mən onu çalışıram sizə izah edim ki, onun bir yəni görünüş forması necədir? Yəni fiziki olaraq, yəni qrafiki olaraq təsvir etsə necə olacaq orada? Gəlin mən bunu belə deyim. Deyək ki, məsələn bizim əlimizdə bir x belə deyək də y var. Bu y nədir? Bizdə deyək ki, y olsun, deyək ki, yəni nə ola bilər burada? Satışlar olsun, okey? Satışlar. Satışları biz sale yaza bilərik, yəni satışlar. Yəni satışlara təsir edən nə olur? Yəni satışlara nə təsir edir? Bəlkə satışlara təsir edən faktor kimi biz keçən dərslərdə də bildiyimiz ki, götürdüyümüz nə idi? Yəni bir x dəyişəni götürürdü. Bu dəyişən bizdə satışlara təsir edən price, yəni belə deyək də qiymət idi bizdə, okey? Qiymət idi bizdə. Lakin biz digər bir dəyişəni bura daxil etsək nə baş verəcək artıq? Satışlara təsir edən digər dəyişən daxil etsək. Digər dəyişən artıq bu burada olacaq. Yəni üçüncü bir dəyişən kimi. Bu nə olacaq? Məsələn, deyək ki, bunun adını qoya bilərik biz. Advertisement, yəni reklam xərcləri ola bilər burada. Okay? Artıq prinsip etibarilə, yəni satışlar yalnız yəni qiymətlərdən asılı deyil, həmçinin də nədən asılıdır? Reklam xərclərindən asılıdır. Bu üçüncü dəyişən kimidir və bu formatda biz yazası olsa, onda bizim funksiyamız belə olacaq. Sales, okay, bərabərdir beta 0, yəni intercept, üstə gəlsin beta 1 vurulsun price, okay, üstə gəlsin beta 2 vurulsun advertisement, okay, üstə gəlsin error i. Okay, yəni yazılış forması budur. Və interpretasiyanı da bunun üzərində yerinə yetirmiş olacaqsınız. Okay. Və bu modelin hansı ki bayaq sizə göstərdiyim model ki göstərdim, bu deməli population model deyilikdir. Buna çox ölçülü xətti reqressiya modelinin, yəni population modelini götürsək, bunun yəni fit modeli, yəni belə deyək də, yəni output, yəni proqnoz modeli bu formada olacaq. Yəni əlbəttə ki, orada error çıxır. Əvvəlki kimi bildiyimiz kimi eyni şeydir burada. Yəni biz deyək ki, məsələn bizim bir y tamam bu formada y bərabərdir. Yəni 2 dəyişənlə desək də beta 0 üstə gəlsin beta 1 vurulsun. Tamam. Bunu belə bu formada yazaq elə. Cəm işarəsi i bərabərdir 1-dən n-ə qədər beta i vurulsun xi üstə gəlsin error i. Burada bir də bizim proqnoz modelimiz olur. Yəni proqnoz modeli nəyə bərabərdir? Beta 0, yəni proqnoz beta 0 üstə gəlsin cəm işarəsi i bərabərdir 1-dən n-ə qədər beta, yəni artıq burada beta i vurulsun xi. Artıq burada error olmur əlbəttə ki və biz burada yəni beta koeffisientlərin tapılmasını nə formada eləyirik? Yəni bizim o RSS funksiyamız vardı. RSS nə idi? Bərabərdir cəm işarəsi hər bir y-dən çıxırdıq y proqnozun kvadratlarını nə edirdik? Biz minimallaşdırırdıq. Yəni bunlar nələr idi? Cəm işarəsi errorların kvadratlarını nə edirdi? Error i-nin kvadratlarını nə edirdi? Minimallaşdırırdıq. Artıq burada biz belə deyək də arq minimum deyirlər də. Bu hissədə məsələn biz yaza bilərik arq minimum. Arq minimum tapırdıq. Okay? Buradan yaza bilərik arq minimum tapırıq. Arq minimum tapmaq üçün, yəni arqument minimum tapmaq üçün artıq yəni RSS-ə görə, yəni RSS funksiyasına görə, yəni törəmə alırdıq. Məsələn, birinci nə idi burada? RSS törəmə alırdıq beta 0 koeffisiyentinə görə bərabər edirdik 0-a. Okay? Formada idi. Sonra gəlirdi, yəni RSS cəm işarəsi beta 1-ə görə 0 və bu formada bunların hamısı eləyəndən sonra cəm işarəsi, yəni bizim bu yəni çox ölçülü reqressiya modelində RSS cəm işarəsi beta k, yəni buna görə şey alıb 0-a bərabər. Yəni bu çox ölçülü sistem tənliyin, yəni çox dəyişənli sistem tənliyi həll edəndən sonra artıq bizim nələr yaranırdı? Bizim belə deyək də bir vektor yaranırdı. Beta 0 OLS, okay, beta 1 OLS, yəni
və bu formada beta k OLS, yəni bizim OLS deməli həmin dəyişənlər tapılır. Bu dəyişən tapandan sonra artıq bizim bu funksiyada həmin o dəyişənləri yerinə qoyuruq. Olur bizim nə? Proqnoz modelimiz. Yəni, okay? Yəni bu izah etdiyim o hissə, yəni onu göstərir. Burada mən daha çox sizə bunun intuisiyasını izah etməyə çalışıram ki, yəni konkret olaraq başa düşəsiniz ki, yəni xətti reqressiya modeli, çoxölçülü xətti reqressiya modelinin yəni qurulma forması necədir? Fiziki formada, yəni belə deyək də bunu biz yəni geometrik formada başa düşməyə çalışsaq, bayaq dediyim kimi, yəni izahımda verdiyim kimi, deyək ki, məsələn, mən buradan bir dəyişən olaraq, məsələn, indi adlandıraq da bunu, bu sales idi burada, bu price-dir, okay, price, bu da nədir? Advertisement, okay, advertisement. Və əlbəttə ki, yəni, mən bu plane'in aşağısında, bu fəzanın, müstəvinin aşağısında görsənmir. Doğrudan, amma biz məsələn bunu belə tam yəni xətt formasında çəkməyə çalışacağam. Görüm onu çəkə bilirəmmi? Deyək ki, məsələn, bu bura gəlir, tamam. Bu da buradan xətt kimi gəlir, burada birləşir, tamam. Və bu da buradan xətt kimi gəlir, burada birləşir, səhv etmirəmsə. Yəni, bunun arxadakı fonu bu formadadır da. Və əlbəttə ki, siz gördüyünüz kimi, yəni, qiymət elə bir ki, çoxaldıqca, yəni bu tərəfə doğru çoxaldıqca, yəni nə olur? Yəni, satışlar aşağı düşür. Görürsünüz, burada çoxdur. Burada isə azdır. Görürsünüz, azalır, aşağı düşür. Okay? Lakin siz reklam xərclərini artıranda isə, görürsünüz, burada xərclər aşağıdır, amma get-gedə nə olur? Artır. Okay. Və çoxölçülü xətti reqressiya modelində, yəni daha doğrusu sadə xətti reqressiya modelində bizim modelimiz yəni belə deyək də bu formada olduğu üçün, yəni iki ölçülü olduğu üçün, yəni mən bunu belə bu formada göstərim. Belə və belə bu formada belə götürək də, belə idi. Və bizim deyək ki, məsələn, nöqtələr çoxluğu vardı. Biri burada, biri burada, biri burada bu formada. Və bizim xətti reqressiya modelimiz belə keçirdi. Buradan bu forma, bir xətt formasındadır. Amma üç ölçülüdə isə artıq bir müstəvi formasında da artıq. Çünki elə bir ki, n çıxılsın bir sayda da, yəni bu formada götürə bilərsiniz. Yəni bu ölçüdə götürürük. Yəni iki ölçülü götürülür plane kimi. Əlbəttə ki, üçüncü dəyişən daxil olunsa, burada artıq bir dənə dəyişən daxil olsa, artıq yəni bir də yəni təsəvvür edin ki, yəni artıq o bir fəza fiquru formasında, əgər 5 ölçülü olsa bu formada yəni gedəcək. Formada gedəcək. Deməli, başqa bu haqda nəyə bildirmək istəyirdim? Qeyd etmək istədiyim məsələ. Tamam, yəni bura qədər yəni düşünürəm ki, kifayətdir. Əsas burada, yəni yenə dediyim kimi, intuisiyanı başa düşməkdir. Sizin burada vacib olan məqam, yəni çoxölçülü xətti reqressiya modelinin, yəni arxa fonunda duran məsələ nədir? Ümumiyyətlə, bunun belə deyək də, yəni bunun əlbəttə ki, strukturu nədir, onu başa düşmək lazımdır. Mən onu burada yəni strukturunu izah etməyə çalışdım ki, yəni siz burada nəyi başa düşməlisiniz. Yəni burada sizin üçün vacib olan yəni məqam nədir, okey? Bir də digər yəni izahını da vermək istəyirəm. Deməli, düzdür, yəni zamanla yəni növbəti dərsdə də verəcəm. Yəni fiziki formada anlayanda, yəni funksiyanın bu formada, yəni fiziki formada anlayanda, yəni çoxölçülü xətti reqressiya modelini fiziki formada anlayanda, riyazi formada onu yazanda da, yəni formula formasında yazanda da sizin üçün rahat olur. Ona görə ilkin olaraq yəni daha yaxşı olar ki, onun intuisiyasını başa düşəsiniz. Yəni sizin üçün burada vacib olan nədir? Yəni siz orada başa düşməli olduğunuz bu x dəyişən nədir, y dəyişən nədir, beta koeffisientlər nədir, onlar hardan yaranır? Onları biz necə optimallaşdırıb, yəni belə deyək də, OLS model vasitəsilə onların qiymətlərini, yəni belə deyək də, estimated qiymətlərini necə tapırıq? Bunu ilkin olaraq başa düşmək lazımdır. Düşünürəm ki, bura qədər bu dərsdə kifayət edər. Növbəti dərsdə inşallah görüşərik. Hər birinizə təşəkkür edirəm izlədiyiniz üçün. Çox sağ olun.